Salam hər kəsə, video xoş gəlmisiniz. Yeni videona qarşınızdayım. Bir müddət yenə video atmırdım, kanala baxırdım. Daha çox hansı mövzular sizə maraqlıdır. Mən Instagramda gələn suallara da baxıram. Orada da nə soruşurlar. Daha çox gələndən sonra iş tapmaq, necə işləmək və gələndən sonra necə ev tapa bilərəm. Bugünkü videoda sizə gələndən sonra necə qalmağa yer tapa bilərsiniz, harda qala bilərsiniz. Bu üçün sizə nələr lazımdır, onu izah edəcəm. Video keçməmişdən öncə videoyu bəyənib kanala abunə olmağı unutmayın. Keçək videoya. Burada kirayə ev tutanda belə sizə kredit skoru lazım olacaq. Kredit skoru nədir? Sizin ödəniş tarixçənizi, digər borclar olan münasibətlərinizi göstərir. Məsəl üçün, maşın almışsınız, maşının pulunu verməmisiniz, onu görürlər. Ya kredit kartlarınız var, borclarınız var, onunla analiz edirlər. Ya əvvəlki tutduğunuz evlərə baxırlar. Orada necə borcunuz ödəmişsiniz, ödəməmişsiniz. Hətta burada qazın, işığın, ödənişin belə o sizə təsir edir. Gecikdirsə o da sizin kredit skorunuza təsir edir. Ona görə kirayə ev tutanda ev yiyələrinə, menecmentə daha çox sizin kredit skorunuz maraqlıdır. Bu da təbii ki, sizdə gələndən sonra olmayacaq, təzə gəlmişsiniz. Hələ bəlkə sosialı belə almamısınız. Green cardla belə gəlsəz belə, yəni gələn kimi sizə vermirlər. Bu tarixçən, bu sənin sosialın, iştiracın olmur elə. Onu belə gözləyirsən gələndən sonra. Amma o müddətdə necə ev tapa bilərsən? Bunun ən asan yolu Facebook qruplarıdır. Facebookda Azərbaycanlıların qrupu olur, türklərin qrupu olur, ya rusların qrupu olur. Hər hansına giriş edə bilərsiniz. Yəni orada sizdən heç kim kredit skorunuzu soruşmayacaq. Onda onlara maraqlı olan birinci ayın ödənişi və depozit olacaq. Bəlkə ikinci ayda istəyə bilərlər. Bu ailəli adam üçün birbaşa bir otaqlı ev, iki otaqlı ev tutmaq üçün ola bilər. Amma başqa variantda sadəcə otağı kirayəyə verə bilərlər. Yenə onda kredit skoruna baxmaya bilərlər. Bir evin 4 otağı ola bilər, 5 otağı ola bilər. Onu birincisi də kirayəyə verə bilərlər. Onda da aylıq 800 min dollar, 1200 dollar ola bilər. Bu da başqa sərfəli variantdır. Amma deyək ki, gəlirsiniz artıq, amma yenə də bir tapa bilməmişsiniz. Başqa variant gələndən sonra Airbnb ilə ya hostellərdə falan qalıb bu müddətdə olduğunuz ərazini araşdıra bilərsiniz. Bəzi binaların qabağında elanlar olur ki, bəs kirayə veririk, bir otaqlı, iki otaqlı ya studio. Onda birbaşa menecmentlə əlaqə keçib onlardan kirayə götürürsünüz. Yəni arada hər hansı bir makler olmur. Ona görə də əlavə pul ödəmirsiniz kiməsə. Və yaxud da burada 2 dənə sayt var. Bu saytlardan birincisi zillow.com, ikincisi apartments.com-dur. Burada da özünüzə uyğun evləri tapa bilərsiniz. Ya bina evi, ya həyət evi. Çox var burada agentliklər elanlar paylaşır. Ona görə onlara əlavə servis video ödəyə bilərsiniz. Bundan başqa Facebookda Marketplace də var. Marketplace Azərbaycanda bildiyimə görə açıq deyil. Amma bura gələndən sonra sizdə Marketplace açılacaq. Onları istəyirəm əlavə edeyim. Bu Facebookun Marketplace-idir. Məsəl üçün One Room for Rent. Girdim, yazdım. Room only. 1100 dollar şəkilləri belə paylaşıb. Girirsiniz burada, əlaqə saxlayırsınız. Məlumatları da yəqin ki, burada yazıb. Parkingi var yoxsa yox, onlardan danışır. Burada evlərin çoxunda, demək olar ki, hamısında əşyasız olur. Verdikləri əşyalar bina evində paltaryan ümumiyyətlə olmur. Bəzi müasir binalara çıxmaq şərti ilə. Amma xaldenlik qoyurlar, qaz plitəsi qoyurlar. Ola bilər bəzi elektrik olsa, amma görməmişəm. Burada hər yerdə qazdır. Bir də başqa nə olur? Kondisioner olur. Texasa geçsizsə, Los Angeles'e geçsizsə, kondisioner evlərə baxın. Soyuq ştata geçsizsə, Massachusetts'ə, Boston'a, orada da istilik sisteminə baxın əsas. Hər nəysə, başqa ştatları bilmirəm, amma Kaliforniyada, Los Angeles'də rent kontrol deyə bir şey var. Məsələn, təzə evlərə aid deyil, amma köhnə evlərə, köhnə binalara aiddir o. Məsəl üçün girmişsiniz bir evə, 1700 verirsiniz, 1600 verirsiniz, 1500 verirsiniz. 1 illik kontrakt imzalayırsınız. 1 il sonra müasir evlərdə o kontrakt yenilənməlidir. Qiymət dəyişə də bilər, qiyməti qaldıra da bilərlər. Amma köhnə binalarda 3 ildən bir o qaldıra bilərlər. 3%, 2%-dir hər nəticə, o qədər qaldırırlar. Və kontraktı yeniləməyə ehtiyac yoxdur və sizi asanlıqla da evdən sadəcə qova bilməzlər. Bunun üçün məhkəməyə falan gedilməlidir. Bu dövlətin nəzarətində olan bir şeydir. Ona görə gəldiyiniz ştatı, şəhərə araşdırın. Rent kontrollarından da əlavə qaldığınız ərazinin təhlükəli olub-olması ilə də maraqlanın. Buna görə bəzi saytlar var. O saytlardan birini deyəcəm, girib ona baxa bilərsiniz internetdən. O saytlardan biri də familywatchdog.us-dir. Orada girirsiniz, yaşadığınız ərazi ya getmək istədiyiniz ərazinin ətrafında necə adamlar yaşayır. Bəzi yerlər var, Los Angeles böyük yerdir. Bəzi yerlər var orada. Axşam maşını saxlayırsan orada, səhər görürsən maşın yoxdur. Gələndən sonra burada çox Azərbaycanlının favorit maşını Prius'dur. Səhər durursan, katalizatoru yoxdur. Kia sürürsən, burada Kia Mafia deyilən bir şey var. Kia aparırlar, getdi Kia. Tapa bilmirlər həmin maşını da. Ya ölkədən çıxarırlar, ya da ki, detalları sökürlər, satırlar. Hər nəysə ona da fikir vermək lazımdır. Təkcə ucuz olacaq deyə yerdə tutmayın. Bu da sizə dediyim Zillow saytıdır. Burada hətta almaq istəyirsinizsə evdə tapa bilərsiniz. Və yaxud da rent, apartmentlər, ya həyət evləri. Məsələn, girək bina evlərinə baxaq. Burada filtr. Bir otaqlı ev burada
Bir qonaq otağı gedir. Bir də ondan əlavə ayrıca otaq var, yataq otağı. Bizdə 2 otaqlı gedir deyəsən, amma burada 1 otaqlı gedir o. Bəzi yerlərdə 2 dənə otaq, qonaq otağı, 2 dənə də məsəl üçün hamam, tualet. Girək baxaq. Bura haradır? Kaliforniya. Okay, bunu dəyişək. Los Angeles elə birbaşa. Bu müasir evlərdir. 2 otaqlı ev, 4600, 4700. 3600, biraz qiymətlər qalxıb. Yəni ona görə araşdırmama görə ailəli gəlirsinizsə, yəni daha çox diqqət etmək lazımdır. Yəni tək alanda uzağı maşında yata bilirsən hardasa. Bu 2 otaqlılardır. Burada baxaq, yaxşı 1 otaqlı olsun. Bunlar daha çox müasir evlərdir. Ya, qiymət də seçək. Məsələn 1600, maksimumda 2000. Burada evdə nələr var onu göstərir. Binanın içində basenya da var. Evin içində qab-yuyan, paltar-yuyan, evdə et saxlamaq olar, pişir saxlamaq olar. Bir də parkingi var. Çox da informasiya paylaşmayayım. Bu da evin görüntüsü. İndi digər saytı göstərim. Yüzümü çevirirəm, internet gedir. Digər saytda apartments.com-dur, o da belədir. Eyni tipdədir. Google Chrome-la girib, hətta tərcümə edə bilərsiniz. Birbaşa kompüter varsa, orada üstə bir yer olur. Türkçə falan çevirə bilirsiniz. Yenə eyni şəkildə yeri yazdım. Mənə nə lazımdır? Yenə burada qiymət falan seçirsiniz. 1600, 2000. Yenə eyni şəkildə tapdıq. Əsasən burada bir dənə studiyon verir. Studiyada sadəcə qonaq otağıdır, ayrıca otağı yoxdur. Burada bütün məlumatları yazır ki, siz tərcümə edirsiniz. Qruplardan tapa bilsəz daha rahat olacaq sizə. Yəni buna ehtiyac olmayacaq. Çünki Azərbaycandan belə saytdan tapıb gəlmək biraz çətindir. Yəni daha çox EBS-dir ki, gəl tur falan, görüm səni, kimsən. Ola bilər ki, cavab belə yazmasınlar, yəni zəng eləsinlər falan. Bu qruplar daha çox sizə bura gələndən sonra lazım olacaq. Bu saytlara baxıb buradakı ev qiymətlərini, bu əraziləri falan görə bilərsiniz, evlərin necə görə bilərsiniz. Amma qruplardan tapsaq sizə daha çox sərf eləyəcək. İlk gəldiyiniz vaxtda sizdə kredit skoru olmayacaq deyə buradan ev tapmaq biraz çətin olacaq sizə. Ola bilər 3 ayın sizdən pulun istəsindən qabaqcadan. O da böyük ehtimalla yəni çox adamda olmayacaq deyə qruplardan tapmaq daha çox sizə sərf eləyəcək. Burada videonun sonuna gəlirik. Ümid edirəm bu video sizə kömək olacaq gələndən sonra çətinlik çəkməzsiniz. Ağlınızda çox da sual qalmaz bu haqda. Əgər hər hansı bir sualınız varsa da bu rəylərdə yazın. Mən sizə rəylərdə cavab verəndə başqa adamlar da görür, amma şəxsi cavab verəndə məcburam ki, hər adamı şəxsdə yazım. Orada mən sərf eləmirəm, vaxtım yoxdur o qədər hamıya yazmağa. Amma rəylərdə yazanda sual olan adam o rəylərdən baxır, görür, sualı cavab tapır. Bundan sonraki video mövzusu nə olmasını istəyirsə rəylərdə yazın. Fikirləşirəm ki, gələndən sonra iş tapmaq, burada yaşayırsa iş tapmaq üçün olan saytlardan da biraz danışım. Burada yaşayırsınızsa böyük ehtimalla bilirsiniz, amma bilməyənlər də ola bilər. Ona görə bir videoda çəkəcəm. Bu videoya maksimum bəyəni gözləyirəm ki, sonraki videoda daha tez gəlsin. Hələlik gələn videoda görüşənədək.